Heç kəsə sir deyil ki, Azərbaycanda özünü toxunulmaz hesab edən oliqarx məmurlar mövcuddur. Korrupsiyalaşmış belə məmurlar dövlət siyasətinin əsas prioriteti olan sosial ədalət prinsipinin pozulması, vətəndaşların dövlətdən narazı salınması əməllərinə yol veriblər. Prezident İlham Əliyev tərəfindən özünü qanundan üstün tutmağa və dövlətin göstərdiyi etimaddan sui-istifadə etməyə cəhd edən məmurlara qarşı sərt addımların atılması bu gün də davam edir. Son günlər Bəylər Eyyubov və qohumlarının qanunsuz əməllərinə qarşı atılan addımlarla bağlı yayılan məlumatlar da belə nümunələrdəndir. Kimlərinsə vaxtilə etdiyi hansısa xidmət onlara dövlətə minnət qoymaq haqqı vermir. Azərbaycanda qanun şahdır və bunun təminatçısı birbaşa Prezident İlham Əliyevdir. Gündəmi zəbt edən Eyyubovlar ailəsinin daha bir nümayəndəsi, hazırda 12 saylı ərazi vergilər baş idarəsinin rəisi Şahin Eyyubovun da əmisi Bəylər Eyyubovun yüksək vəzifədə çalışmasından və nüfuzundan istifadə edərək bir sıra qanunsuz hərəkətlərə yol verdiyi iddia olunur. Bununla bağlı ölkə başçısına edilən müraciətdə olduqca ciddi ittihamlar irəli sürülür. Belə ki, Məhərrəmova Mirvari Qəşəmqızı Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanladığı müraciətdə Şahin Eyyubovun səlahiyyətlərindən və yaxın qohumlarının adından istifadə edərək onların ailəsinə ağla sığmaz dərəcədə vurduğu maddi və mənəvi ziyan barədə məlumat verib. Sitat: Qardaşım Adıgözəlov Füzuli Qəşəmoğlu 19 aprel 1995-ci il tarixində Güllübulaq adlı məhdud məsuliyyətli cəmiyyət təsis edərək Bakı şəhərində sahibkarlıq fəaliyyətinə başlamışdım. İşlərinin daha da genişləndirilməsi üçün MMC-nin 50% təsisçi payını özündə saxlamaqla 50% təsisçi payını Türk vətəndaşı Nürəddin Çengizə satmışdım. Təxminən 2006-cı ildə hazırda 12 saylı ərazi vergilər baş idarəsinin rəisi Şahin Eyyubov əmisinin yüksək vəzifədə çalışmasından və nüfuzundan istifadə edərək hər ay ona haqq ödənilməsini tələb etmiş, əks təqdirdə qardaşımı onun övladlarını şərləyərək həbs etdirəcəyini bildirmişdi. Qardaşım özünün və övladlarının həbs ediləcəyindən qorxaraq onun tələbi ilə razılaşmış, əldə olunmuş gəlirdən hər ay Şahin Eyyubova ödənişlər etmişdi. Hətta Şahin Eyyubov qardaşım Füzulini təzyiq altında saxlamaq, MMC-nin gəlirlərinə nəzarət etmək üçün Güllübulaq MMC-nin hüquqi ünvanının Bakı şəhərindən Gəncə şəhərinə dəyişdirmiş, dövlətə ödəniləcək pullarını da ondan alaraq mənimsəmişdim. Daha sonra Şahin Eyyubov gələcəkdə öz çirkin niyyətlərini həyata keçirmək üçün 2017-ci ilin oktyabr ayında qardaşım Füzuliyə hədə-qorxu gələrək MMC-nin ona məxsus olan təsis payının 25%-ni anası Dilbər Eyyubovanın adına məcburi olaraq keçirtmişdi. Həmin vaxt Şahin Eyyubov rəisi olduğu 12 saylı ərazi vergilər idarəsinin rəis müavini və şöbə rəisi işləyən Pərviz İsmailov, Rəfail Məmmədov və Fərhad Quliyev adlı işçilərini cəmiyyətdə yoxlama aparmağa göndərmiş, onların iştirakı ilə aparılmış yoxlama zamanı Şahin Eyyubov tərəfindən Güllübulaq MMC-dən 6 milyon 750 min manat pul götürüldüyü müəyyən olunmuşdu. Həmçinin yoxlama zamanı 2017-ci ilin oktyabr ayına şirkətin anbarında 8 milyon manat məbləğində mal qalığı, 60 ədəd ümumi dəyəri 5 milyon manat dəyərində nəqliyyat vasitəsi, 10 min kvadrat metr sahəsi olan anbar və 5 mərtəbəli ofis binasının olduğu müəyyən edilmişdi. Qardaşım Füzulinin şirkətdə olan payını ələ keçirdikdən sonra Şahin Eyyubov öz əmisi Bəylər Eyyubovun adından və nüfuzundan istifadə edərək qardaşım Füzulini həbs etdirmiş, ilk öncə onu 10 il müddətinə azadlıqdan məhrum edilməsinə nail olmuş, Bakı Apellyasiya Məhkəməsində qardaşıma bəraət verilmiş, lakin yenə də Şahin Eyyubov əmisinin adından istifadə edərək bəraət hökmünü ləğv etdirmiş və bu dəfə qardaşım Füzulinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə nail olmuşdu. Bütün bu işlərdə Şahin Eyyubova çox təəssüf ki, vergi orqanlarının əməkdaşları köməklik göstərmiş, mövcud olmayan sənədlər əsasında yalandan vergi hesablayaraq onun tutulmasına nail olmuşlar. Şahin Eyyubov özünə, qohumlarına o qədər arxayın olmuşdu ki, qardaşımın öz vəsaiti ilə qurduğu biznesini heç kimdən və heç nədən çəkinmədən özünün şəxsən və öz işçilərinin iştirakı ilə tərtib edilmiş saxta aktlar əsasında qardaşımdan alaraq mənimsəmişdi. Hörmətli cənab prezident, yuxarıda qeyd olunanları nəzərə alaraq 12 saylı ərazi vergilər baş idarəsinin rəisi Şahin Eyyubovun qanunsuz hərəkətlərinə son qoymağınızı, qardaşımın pozulmuş hüquqlarının bərpa olunmasında və dəymiş ziyanın ödənilməsində bizə köməklik göstərməyinizi sizdən xahiş edirəm deyə həbsxanada olan Adıgözəlov Füzulinin bacısı Məhərrəmova Mirvari ünvanladığı müraciətdə qeyd edib.
Çox təəssüf ki, bəzən məmurlar unudur ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Heç kim hansısa xidmətinə görə məsuliyyətdən yayına biləcəyini düşünməməlidir. Dövlətə xidmətlərini qabardanlar, bundan toxunulmazlıq üçün istifadə etməyə çalışanlar da bilməlidir ki, onlara Prezident İlham Əliyev tərəfindən etimad göstərilib və xidmətlərinə görə mükafatlandırılıblar. Lakin bu onları qanundan üstün etmir. Dövlətə hansısa xidmət göstərmək qanunsuzluğu ört basdır edə bilməz. Belə məmurların özləri haqqında əvəz edilməz müştəbihliyi də absurddur. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.